Suda batan qadınla kişi cəsədi necə seçilir? Bu qadınların fiziki quruluşuna görə suda batan qadın üzü quyulu görünür. Üz üstə. Üz üstə. Amma kişilər üzü yuxarı olur. O uzun qadının fiziki anatomiyasına görə, olan quruluşa görə tale elə yaradır ki, o ağırlığı saxlamaq üçün dönmüş vəziyyətdə olur. Sinəsi ağırlıq eləyir, ona görə Onun üz süd üstə. vəzləri, müəyyən digər əlamətləri ağırlıq yaradır da həmən hissiyə. Öldürülüb, suya atılıb və yaxud suda boğulub ölübdür. Bunları ayırd etmək elə bir çətinlik yaratmır. Hasaddır, ağciyərə suyun dolub-dolmaması ilə də bu əlamət aşkara çıxır. Qadın cinayətkarı yaxalamaq və onu dindirib cinayətin üstünü açmaq daha asandır, yoxsa kişi daha tez etiraf eləyir? Burada fərq qoymaq çox çətindir. Hər halda qadınlara zəif cinsi nümayəndəsi adı verilir də. Yəqin ki, hadisəni törədəndə onun daha tez etiraf etməsi zəif cinsi nümayəndəsi olmasının da rolu ola bilər. Sizin əlinizə elə cinayət işləri düşüb, qadınların törətdiyi cinayət işləri? Mən bayaqlar isə dedim, tələbələrin ölüm işinə. Həmin cinayətin rəhbəri və təşkilatçısı qadın idi. Bəs amansız o belə qadının özü öz əli ilə törətdiyi qətllər olub sizin icraatınızda? Ümumiyyətlə, amansız sözünü, işgəncə sözünü sübuta yetirmək lazımdır.